Mümkündür biri Quran-ı Kərimi sizdən də məndən də gözəl təcvidlə oxuyur, amma o qari deyil. Bəzən də vaxt görsən biri ruhani ölümdən danışır, qıraqda bir deyir, sən Allah ölümdən danışma. Niyə? Çünki Düşündürür də. Düşünür və narahat olur. O narahat olmaq istəmir. Mustafa İsmailgilin ki, ikinci nəsildir radiodan sonra, onlardan öncəki qarilər var ki, o qədər məşhur olmayıblar, onlar düşüblər üçüncü nəsilə. Təfsirin özünün Quran-ı Kərimin uzun və yaxud qısa nəfəslərdə oxunmasında təsir olub. Vəqf və ibtida məsələlərində. Minşafiyə diqqət edirsiniz, oxuyanda ağlayır. Bəli, dəqiq. Dəqiqdir bu. Dəqiqdir, bəli. Abdullah ibn Məsud ki, səhabələrin içərisində ən gözəl Quran oxunan kimi tanınıbsa, bəli. Deməli, əgər Misir tarixində də bu cür şəxsiyyətlər olubsa, onların adı tarixdə olmalıdır. Salam dəyərli izləyicilərimiz, hər birinizi Quran Ətir verilişində xoş gördük. Biz inşallah həmişə olduğu kimi bu verilişimizdə də dəyərli ustadlarla bəzi qaranlıq qalan məsələlərə aydınlıq gətirəcəyik. Mən salamlayıram Ustad Hacı Ruslanı və salamlayıram Ustad Seyid Əlini. İnşallah maraqlı fikirlərdə olacaq bu verilişdə əzizlərimizin və istərdim bir məsələ haqqında deyim. Ümumiyyətlə Misirdə olan məktəblər haqqında, bilirsiniz ki, müxtəlif məktəblər var və onlar adətən qarilərin adları ilə tanınırlar. Aydınlıq gətirək Mustafa İsmailin məktəbinə, Minşavinin məktəbinə, Rifətin məktəbinə. İnşallah bunlar haqqında istərdim fikirlərimizi bölüşdürək və qəbul olunan və olunmayan fikirlər olacaqsa burada müzakirə olacaq inşallah. İnşallah. Mən də salamlayıram əziz dəyərli izləyicilərimizi. Mövzu mənə belə gəlir ki, sırf məktəblər haqqındadır. Gözəl qeyd elədiniz ki, hər bir qarinin və onun üslubunda oxuyan, məsələn, Mustafa İsmailin özünə görə bir xətti olub, Şeyx Əbdülbasitin özünə görə bir üslubu olub, xətti olub. Biz məktəblər deyəndə hələ qədimdən ta bu günə qədər gəlib çatsaq, görərik ki, məsum imamların zamanlarında, məsələn, daha geniş təşkil olunmuş səviyyədə İmam Baqir Əleyhisselamın dövründə ümumiyyətlə İslam mədrəsələrinin, elmin binası qoyulan zamanları əhatə eləyir, amma İmam Cəfər Sadiq Əleyhisselamın dövründə artıq üsul həddinə qədər gəlib çıxan dövrlərdir və təbii ki, dinin yanında Quran-ı Kərimi götürsək mümkün deyil. Quran özü bir məktəb kimi formalaşmalı idi. Amma mövzumuz ki, Quran sahəsindədir, sırf Quran sahəsindədir. Sırf Quran qariliyi adında o dövrlərdən əlimizdə belə bir sənəd yoxdur ki, o dövrlərdə sırf Quran qariliyi yetişəcək dərəcədə bir mədrəsə şəklində təşkil olunsun. Həzrət Peyğəmbərin dövründə Quran hafizləri var idi, hələ Quranın oxuyucuları ki var idi. O dövrdən bu tərəfə yenə deyirəm, bugünkü qariləri də var idi hər halda. Yəni hafiz olaraq qariydilar. Onları sırf məktəb belə bir sənəd, belə bir dəqiq bir məlumat əlimizdə yoxdur. Biz ki, burada məktəb adını qoyuruq, o zaman bir-birinə ötürülmə formasında. İlkin müəllim, mənə belə gəlir ki, hər zamanın özünü müqayisə eləsək, keçmişi və müasiri var. Yəni, 500 il bundan qabaqki dövrdə, o dövrə görə, o dövr müasir dövr sayılırdı. Ondan əvvəlki dövr onlara keçmiş dövr hesab olunurdu. Başlıca rolu təqlid oynayırdı. Yəni, özündən əvvəlki dövrün qarisini hər hansısa bir tələbə öz ustadını məcburdur təqlid eləsin, müəyyən həddə qədər ta gəlib çatsın. Bu bizim keçən verilişdə dediyimiz kimi belə deyək, radio dövrü, hansı ki, nəsillərin əlinə gəlib çatacaq məlumat. Biz bu sözü çox təkrar edirik, Hacı, radio dövrü, yəni o dövrün ustadları artıq Misirdə bir kitab eləyiblər, çıxardıblar, 7 qarinin üslubu. Yəni, o qədər bunlar əhəmiyyətli qarilərdir ki, artıq bunu kitab şəklində cəmiyyətə təqdim edirlər. Unutmayın, çox xahiş edirəm, davam eləyərsiniz o hissədən. Baxın, niyə görə radio dövrünü biz qeyd edirik?
ondan əvvəlki dövrlərin qarilərinin səs yazmaları bizim əlimizdə Bəli, yoxdur. istədim yəni dəyərli O izləyicilərimiz üslublar bizə məlumatlı və olsunlar. radio dövrünə, səs yazılma dövrünə qədər gəlib çatan yolların hamısı təqlid yolları ilə gəlib çatıb və məktəbin də adı həmən təqlidçilərin öz ustadlarına elədiyi təqliddən gəlib keçmədi. Bu gün də məsələn Quran müsabiqələrində biz baxanda görürük ki, filan qari birinci yerə çıxdı, Mustafa İsmaili oxuyurdu. Məsələn, Menşavini oxuyurdu. Məsələn, Şahatı oxuyurdu. Məktəb olaraq bu ünvanda da məsələn onu nəzərə almaq olar. Əlbəttə, müasir dövrlərdə də Misirdə birmənalı şəkildə Quran hafizləri məktəbləri, Quran qariliyi məktəbləri, yəni bizim burada həvəskar dinləyə-dinləyə öyrəndiyimiz kimi əldə olunmayıb. Bundan əvvəlki verilişlərimizdə də biz müəyyən hədlərdə qeyd eləmişdik ki, yəni bu məktəblərin formalaşması birmənalı şəkildə hansısa bir kursun açılmağı deyildi o qədim dövrlərdə. Təqlid formasında Seyid Əli müəllim inşallah öz fikirlərini bildirər bu barədə. Yəni təqlid yolu ilə gəlib keçmişdi bizim zamanımıza qədər. Buyurun Seyid Əli müəllim, əgər əlavələriniz inşallah var. Bismillahirrahmanirrahim. Mən də salamlayıram əziz izləyicilərimizi və Ruslan müəllimin sözündən ilham alaraq bir məsələni istərdim qeyd edəyəm ki, biz keçən verilişlərimizdə deyirdik ki, ümumiyyətlə Misirdə qiraət 700 ildən çox zamanı əhatə edir, amma baxanda əgər bunun çox maraqlı məqamları var. O da nədir? Yəni əgər bu uzun müddət bunlarda varsa, amma onlar haqqında radiodan əvvəlki dövr deyilən bir şey var, belə deyək də dövr var. Həmən dövrün qariləri var. O da başlayır 19-cu əsrin sonlarından, belə deyək də 20-ci əsr və 21-ci əsr. Təbii ki, orada neçə qismlər var. Amma o radiodan öncəki dövrün qarilərindən bir ikisinin adı var, amma heç bir məlumatı yoxdur. Əgər bunlarda bu qiraət bu qədər şöhrət isə İlkin müəllim, nə üçün bu, belə deyək də, o 19-cu əsrdən öncəki qarilər haqqında heç bir məlumat yoxdur. Belə baxılır ki, mən belə qənaətə gəlirəm ki, bu qiraətin, belə deyək də, o parlaq dövrü deyilən dövr var ki, mərhum Mustafa İsmailgil həmən dövrdə olublar. Mən elə gəlir ki, bunlar daha çox işıqlandırıblar. Onlardan öncə elə də çox qiraət parlaq olmayıb mənə elə gəlir. Mən əksinə düşünürəm Seyid. Çünki yəni bu qiraət parlaq dövrə çatıbsa, bunun zəhmətkeşi var da. Kökü var da. Kökü var da. Məsələn, bir şey ən uca bir həddə çatıb, onun kökü olmasa o nətər o həddə çata bilər? Yox, əgər var idisə, nə üçün tarixdə heç onların adı yoxdur? Sadəcə olaraq o zamanda informasiya olmayıb deyə. İnformasiya vasitələri. Və bu haqda da mən fikrimcə yetərincə kitablar yazılmayıb. İndi yazılır mı bu bəyə? Yazılmır. Yəni, həmin dövrdə o insanlar fərdi olaraq qiraətlərlə məşğul olublar deyə qiraəti gətirib bu həddə çıxardıblar. Sadəcə olaraq Mustafa İsmail etabı bəxtləri çəkib ki, elə bir dövrə çatıblar. Onlar işıqlanıb, onların səslərini eşidib. Hal-hazırda biz də eşidirik onların səslərini. Hətta bu günləri Misirdə bəzi küncdə bucaqda ilişib qalan kimlərdəsə qiraətlər var. Bugün ortaya çıxır. Məsələn, Siddiq Minşavinin görüntülü qiraətləri bu günləri artıq biz görə bilirik onu. Amma 20 il, 25 il bundan öncə də biz onları görə bilmirdik. Niyə? Çünki əlində olan gətirir YouTube-da yerləşdirir və izləyiciləri, onu sevənlər artıq onu sevə-sevə dinləyirlər. Bəli. Yəni mən də razıyam. Mən o məsələ ilə nə üçün razılaşmıram? Çünki əgər biz bu gün iddia edirik ki, Quran Misirdə daha çox inkişaf edib. Quran yəni o mənada ki, yəni Quranın oxunuşu, tərtili mi deyə ya ümumiyyətlə qiraəti, avazla qiraəti. Əgər bunun belə deyək də kökü dərindirsə, bu kökü hökmən tarixi səhifələrdə olmalıdır. Amma maraqlısı budur ki, hətta o radiodan öncəki qarilər ki var, onların içərisində yazır ki, tilavət fənninin təsisçisi ki, bir nəfər o məlumdur və onunla yanaşı bir neçə nəfərin adını çəkir. Amma təbii ki, yazır ki, belə deyək də o tarixi qaynaqlarında yazır ki, bunlar haqqında heç bir məlumat əldə yoxdur. Əgər bunun kökü dərindirsə, nə üçün? Çünki biz ortalığa əgər deyirik ki, bunların kökü dərindir, bu kökü haqqında əldə dəlillər olmalıdır. Görünür ki,
Bunlar çox uzun müddət başlamayıblar bu tilavət fənninə və Amma mən əksin düşündüm. gəlib Seyid. elə bir zamana gəlib çatıb ki, Mustafa İsmailin dövrü. Maraqlısı, Hacı bilirsiniz nədir? Orada yazır ki, bu bölüm qismlərdə, hissələr birinci nəsil, ikinci nəsil radiodan əvvəlki, radiodan sonraki Mustafa İsmailgilin ki, ikinci nəsildir radiodan sonra, onlardan öncəki qarilər var ki, o qədər məşhur olmayıblar, onlar düşüblər üçüncü nəsilə. Əslində onlar elə birinci radiodan sonra birinci nəsil sayılmalıydılar. Onların Seyid Əli müəllim məşhur olma səbəblərindən biri baxın yenə biz məcburuq radio dövrünə qayıdaq. Hətta radio dövrünün özündə olan 7 ya 8 qari mən adların mütaliə elədim onların. Onlar özlərinin səslərinin yazılmağına qadağa qoymuşdular. Məsələn, Əbdülfəttah Qazi. Yəni istəmirdilər onların səsləri. Yəni bilsiz nətərdir? Hələ radionu qəbul eləmək, səsi yazıb başqa bir tərəfdən belə deyək də o dövrün tələbinə uyğunmu deyək, ya elmin inkişaf olmamasına görə mi deyək? Ya da çox mühafizəkar olduqlarına görə mi deyək? Yox, mühafizəkar deməzdim. Məsələn, zaman vardı ki, şəkil çəkdirməyi haram bilirdilər. Eyni zamanda o səsin yazılmağını da qəbullanmayan Quran qarilər, yəni o təfəkkürlü insanlar vardı. Var idi. 7 ya 8 Quran ustadının səslərini gizlin yazılmaları da var. Hansı ki, özləri icazə verməmişlər yazılmasına. Onların da haqqında məlumatlar var. Hələ hətta məsələn Minşavinin, Hacı sözümü kəsirəm, hətta Minşavinin səs yazılarına belə etiraz edənlər olub. Bəli, üzr istəyirəm, Seyid Əli müəllim. Yazılıb. Əgər biz təcvid qayda qanunlarına hələ bugün biz durub iddia eləsək ki, yox olmayıbdır, onların barəsində məlumatlar yoxdur. Nəinki orta əsrlərdir, eramızın ortalarını nəzərə almayaq. Hələ İslam erasının əvvəllərinə baxsaq, hərəkələrin qoyulması, nöqtələrin qoyulması Həzrət Əli əleyhissalamın göstərişi ilə tətbiq olunmuşdu. Qeyri-ərəblərin Quran-ı Kərimi düzgün oxumaları üçün Həzrət Əli əleyhissalam 1200 il, 1300 il bundan qabaq buyurdu ki, yəni təcvidlə Quran oxunsun, hərflərin ət-tərtilu, təcvidul hüruf və mərifətil vuquf. Yəni bu o deməkdir ki, o xətt hədislərlə, rəvayətlərlə məktəb şəklində, yəni dini məktəb şəklində bu tədris oluna gəlib. Bir nəfər istəyir ki, məsələn, Quran-ı Kərimi düz oxusun, məcbur idi təcvidə müraciət eləsin. Və təcvidin yanında mümkün deyil ki, Peyğəmbər, İslam Peyğəmbəri Quran-ı Kərimi özü xoş avazla oxusun, amma ondan sonrakılar o xəttdən çıxsın. Sadəcə olaraq informasiya dövrünün olmadığına görə müəyyən həddə qədər bizim orta əsrlər dövründə olan belə deyək də, eramızın orta əsrlərinə düşən qarilərdən mümkündür bizim xəbərimiz olmasın. Amma zaman-zaman məsum imamların dövrlərində adı bir şeir deyənin adı çəkilir. Yəni Hacı, Quran qarisinin adı bu çəkilir. irsi olaraq gəlir. Üzr istəyirəm, Kərbəla hadisəsində şəhidlərdən biri kim olub? Qari olub, bəli, qari. Quran qarilərindən biri, hətta kəramətlərindən mən də onu demək istəyirəm, Hacı. Əgər Peyğəmbər sahabəsi, Əbdullah ibn Məsud ki, sahabələrin içərisində ən gözəl Quran oxunan kimi tanınıbsa, deməli, əgər Misir tarixində də bu cür şəxsiyyətlər olubsa, onların adı tarixdə olmalıdır. Seyid, hardan deyə bilərsən ki, olmalıdır? Niyə də olmamalıdır? Ola bilər ki, yazılmayıb. Yox, bu insan xeyr elə deyil. Ola bilər yazılıb. Necə olur ki, bunların şagirdləri bunların adını davam elətdirməyiblər? Ola bilər yazılıb, istemarçılar tərəfindən götürülüb. O qədər də ola bilməz. Niyə olur? Yox, elə şey mən qəbul edirəm. İskəndər niyə kitabxanaları yandırdı? Hər nə qədər də yandırılsa, İlkin müəllim, Napolyon Bonapartın Misirdə ən böyük müsəlman kitabxana, İslam kitabxanasının yandırılmasına da gəlsə, bəlkə o tarixlər, o arxivlər hamısı orada yandı gəlir. Ən azından nəsildən nəsilə o İlkin müəllim əvvəlki verilişdə deyirdi, sinə gəlib çatması. Yəni oxumuşlar. O yolla gəlib çatır. Söhbət elə odur da. Onların ən azından adı qalmalıydı tarixdə ya yox. Baxın, əzizim, mümkündür tarixi faktlar, mümkündür elə bir xilafət zamanına gəlsin, çıxsın. Həzrət Peyğəmbərin dövründən sonra 100 illərlə hədis demək, hədis danışmaq haram olunmuş bir dövrlər gəlib olub. Yəni bu o deməkdir ki, Quran ravilərinin yazdıqları 200 il məsafədən sonra başlayıb ortaya çıxmağa. Sonrakı alimlərin, sonrakı xilafət zamanlarının icazəsi ilə hansısa mütəxəssislərin o hədisləri, o rəvayətləri bu günləri bizim əlimizdə
21-dən çox Quran qiraətləri olub. 25-dən 25-dən çox Quran qiraəti. Biri qalə deyib, biri məsələn ədrakəni ədrəkə deyib, ədrikə deyib, ədrikə deyib. Yəni bu hətta qiraət növlərinə gəlib baxanda görürsən ki, sonrakı zamanlardan sonra bunlar yazı üzərinə gəlib Ancaq çıxır. elə Bu gün söz və müasir Misir dövrdə- qarilərinin üstünlüyünün bir səbəbi də onların Quran-ı Kərimi 7 qiraət və yaxud da Əhsən, elə O ona Nə qiraət üçün gəlsin. oxuyurmuşlar onlar onu? üzərində 7 O qiraət. mövzu, o oxumalarıdır. mövzu inşallah gələn Yox, elə Ona mövzu- görə gələn ki, deyim səbəbini verilişlərimizdə. deyim. Səbəbini deyim. Çünki Quran-ı Kərim ən çox müsəlman dünyasında Həfsin Asimdən rivayətində Bəli. oxunur. Düz. İkinci qiraət məşhur qiraət isə Vərşin Nafe'dəndir. Nafeydən olan qiraət. Misir qarilərinin 7 və 10 qiraətdə oxumaları bunu bildirirdi ki, Quranın əlavə qiraətləri də olub və Quran qariləri məcbur olurdular ki, gedib qiraət-i əşərəni öyrənsinlər. Bəli. Cəmaatın mən elə bilirəm ki, ona daha çox əhəmiyyət verməsi Əhəmiyyət üçün, odur bəli. ki, cəmaata əlbəttə maraqlı gəlir. Məsələn, mən çıxıram, efirdə oxuyuram. وَمَا أَدْرَكَ Niyə belə مَا oxudun? لَيْلَةُ الْقَدْرِ Və yaxşı, Niyə bunu belə ədrikə? oxuyuram. هَلْ أَتَاكَ حَدِيثُ مُوسَى Mən bir dəfə qiraətlərin birində Xatəmən Nəbiyyini, Xatimən Nəbiyyin Aha, qiraətin bir tilavət növüdür. eləmişdim. Elə oxuya-oxuya gəldi da Xatəməni Xatimə oxudum. Mənə nə qədər irad yazmışdılar. Əslində elə onu ipucu kimi bəzən atırsan ortaya ki, Gedib qoy araşdırsınlar. araşdırsın. Bəli, Eybi yoxdur, bəli, qoy bəli. desin ki, məsələn filan qari səhv oxudu, amma səhv oxumayıb da. Yəni o qiraətlərin bir üslubunda. Sözümüzün canı budur ki, o dövrdən bu dövrə qədər mümkün deyil ki, bu qədər dolğun şəkildə 7 qiraət, bu gün əlimizdə qiraət-i səbə var, 7 qiraət üslubunun kitabı var. Hardan gəlib? O zamanlar Onların arasında araşdırmaları. zaman bunlar müdafiə olunanla, qoruna gəlib çıxmış əsərlərdir. Eyni ilə də bu musiqi bu tilavətləri, belə deyək ki, avaz tilavətləri gəlib təqlid yolu ilə, ya yazılma yolu ilə. O dövrdə yazı yox idisə də qəlbdən qəlbə ötürmə var idi. Yəni mümkündür təcvid qaydalarını yazmaq olur. Amma mən tutaq ki, Avazı necə yazacaqsan? avazı mən necə yazıb verəydim, yazı yox idisə. Yox, ən azından bu həmən bu yolun O həmən sizin ustadının sözünüzdə adı bu qalmalıdır hissədə da. mən Mən razılaşaram bir ki, də sizə bir söz deyim, bax, üzr istəyirəm. Radiodan öncəki qarilərin siyahısı. Biz ora baxanda görür ki, bir 4-5 nəfərin adı var. Amma biz onların ustadının kim olduğu və bilmirik. onlar kimdən bu dərsi öyrəniblər, bu tarixin səhifələrində yoxdur. İcazə Necə versəz, olur ki, bunlar heç bir öz dənə də- ustadlarının da adını Baxın çəkməyiblər? əzizim, yəni sözümün canı odur ki, tarixdə zaman-zaman səhvlər də var, zaman-zaman tarixin dəyərli şəxsiyyətlərinin ortadan çıxarılması məsələləri də var. Mən Bunları üzr istəyirəm, biz Ruslan müəllim. olmamağını, Tilavət fənninin təsisçisi Şeyx Əhməd Nida Əbdüssalam. bəli. Bu insan 1852-ci ildə dünyaya gəlib, Allah rəhmət 1933-cü eləsin. ildə dünyasını dəyişib. Bəli. Amma bu insan, yenə deyirəm, radio dövründən əvvəlki dövrə aid Belə olan cavab budur da. insandır. Bunun ustadını, yəni bizim sözümüz budur ki, bu çox öncələrə söykənir bunların Bəli. tilavət bacarıqları. Bəs. Əgər çox öncə olursa, nə üçün tarixlərində də Mümkündür yoxdur ki, bu? o dövrün tarix yazarları Yox, bunları mən qələmə almayıblar. Hacı Ruslan, mən Üzr istəyirəm Seyid, sizin şəcərəz var da. Bəli. Neçə nəsil tanıya bilirsən? Mən özüm çox. Əhsən, çünki sizin yazıda dəri üzərindəmi, hansısa bir kağız üzərindəmi o nəslin adlarını yazanlar olub. Bugün Azərbaycanda seyidlər var ki, şəcərələri yoxdur, amma seyid kimi Ən tanınır. azından Nəsil bilirsiniz, olaraq tanınırlar. ən azından bilirsiniz məsələ necədir? 7 nəsil mən özüm şəcərədən əlavə 7 nəsil İlkin mən müəllim də özüm altı nəsil mən qariləri özüm saydı, mən bəli, özüm istəyirsiniz. atamdan o atasından bilmirəm, bizim Seyid, özümüzə nəql yəni edirlər. əgər qari yoxdursa, adları yoxdursa, yəni qiraət O də demək deyil olmayıb. ki, qiraət Bunu olmayıb. Mənim demək də istəyirsiniz. sözüm O odur ki, tarixin, yəni günahıdır. sizin dediyiniz dərəcədə şöhrətli olmayıb Niyə bunların olmayıb? tilavəti. Hardan deyirsən? Olsaydı tarixdə olardı. Yox, indi yoxdursa deməli yoxdur. Əzizim, Xeyr, tarixdə yox, var da xeyr. Həzrət İmam Hüseyn O əleyhissalamın fikri qəbul dövründə etmirəm. o gözəl qarinin şəhadəti və İcazə tilavəti versiniz, Hacı. məsumlar tərəfindən Bu söykənib yazılır. Bir dəqiqə, Hacı. bu Misir tilavəti sayılmır. Misir qarilərinin şəcərəsi sayılmır. Yox, biz Bu iddia ayrı bir eləmirik, ay şəcərə. Seyid. axı Bir dəqiqə. ötürülə bu axırı ərəb nəsilləri də bunlar. Olsun, Hamısı xeyr. kök İlkin olaraq müəllim İcazə qeyd ver- etdi ki, Misir İcazə ver bir ərəb söz nəsli deyim, Seyid deyil. Əli. Bir Hə. üzr istəyirəm. Yəni o hücum olanda, yəni o demək deyil ki, qarşı tərəf Səhvdir. o oxuduğu və yaxud da müdafiə elədiyi şey səhvdir.
Bayaq bir məsələ dediniz, qeyd elədiniz. İmam Hüseyn əleyhissalamın yanında kim var idi? Qarilərdən biri var idi. Bəli. Ümumiyyətlə, bax, tarixə bir dənə baxanda görürük ki, bütün döyüşlərdə və yaxud da fəthlərdə və yaxud da ümumi harasa fəth olunurdusa, ora bir dənə qari mütləq göndərilməli idi. Niyə? Səbəbləri var. Quran-ı Kərim həmin dövrdə xəttatlıq baxımından o dərəcədə inkişaf etməmişdi. Nöqtələr yox, hərəkələr yox və əcəmlər İslama üz gətirdikcə, İslamı qəbul etdikcə bunlar Quran oxuya bilmirdilər. Və İslam hakimləri, üzr istəyirəm, fikrimi tamamlayayım, İslam hakimləri məcbur idilər ki, bir dənə qiraətçi qoysunlar onların yanında. Yaxşı, Peyğəmbərin dövrü bitir, hafizlər artıq dünyalarını dəyişiblər, artıq keçir. İslamın hələ 3-cü əsrində nöqtə hərəkə məsələsi bir həddə qədər gəldi, çatdı. Əbul Əsvəd Əd-Duaili tərəfindən artıq kamilləşməyə doğru getdi. Yəni, mənim fikrim bundan ibarətdir ki, əgər qarilər harasa ezam olunurdularsa, məsələn, müshəflərin yazılmasında 9 müshəf yazıldı, düzdür? Bəli. Ana müshəf olaraq Mədinədə və bu qiraətlər hardan çıxır? Qarilərin ya Peyğəmbər tərəfindən indi ora girmək istəmirik. İcazə verdiyi qiraət oxunuşlar da ləhcələrdə oxunmasıdır da, düzdür? Musə, yaxşı, əgər başa düşülürsə, Peyğəmbərimiz deyirdi ki, kifayətdir, sən ləhcən eydirsə, sən eynən oxu. Bəyəm ərəblərin bütün ləhcələri hamısı eynidirmi? Eyni deyil, yaxşı. Mənim zənnimcə, Seyidcan, Misirdə qiraətin bu səviyyə gəlib çatması, dünyaya hakim olması, mənim zənnimcə, yəni bunun köksüz olması da deyil. İndi, məktəbi qəbul etmirsinizsə ki, məktəb formasında deyil idi, ona mənim sözüm yoxdur. Amma biz öncəki verilişimizdə qeyd etdik ki, bunların məktəbləri də müəddiblər tərəfindən ki, müəddib adı verilirlər, həm bu qarilərin müəllimləri, necə indi qari deyilir, onlar müəddib deyilirdi. Onlar tərəfindən evlərdə Quranlar tədris olunurdu. İndi məktəb kimi niyə qalmayıb, adları niyə yoxdur, o səbəblər çox ola bilər. Baxın, indi mən müqayisə edeyim zamanları. Onların, yəni Misirlilərin o dövrünü bizim bu dövrümüzlə müqayisə eləmək olmur ki, əgər informasiya vasitələri olmasaydı, zaman-zaman internet çıxışları olmasaydı, bu qədər məlumatın olacaqdı. Biz Azərbaycanda biz 30 ilə dirənir də bizim də Quran oxumağımız. Elə deyilmi? Bəli. Hələ 30 il bizim başlanğıc dövrümüzə düşür Azərbaycanda Quran-ı Kərimin bax bu formaya gəlib, məktəb şəklinə düşməsi, mədrəsələr açılmasaydı. Hacı, mən nə demək istəyirəm? Əgər deyirsiniz ki, məktəb, bax, bizim Azərbaycanımızda məktəb 30 ildir. Əgər Quran məktəbi varsa, təbii ki, 30 ildir. Həmən ustadların adı da səhifələrdə, belə deyək, ən azından bizim yadımızda var və biz də öz şagirdlərimizə demişik ki, biz kimlərdən dərs almışıq. Düzdür? Şəriət məktəbləri. Əgər bir 300 il, 500 il bundan əvvəl olan şəriət müəllimləri ki, onların belə məktəbləri olub. Onların adları tarix səhifələrində yoxdurmu? Var. Hamısı yoxdur. Siz deyə bilməzsiniz ki, məşhurları var ən azından. Olsun, o məşhurları kimlər gətirib çatdırıb? Məsələn, mən keçən verilişdə Malik ibn Ənəsi dedik. Baxın, üzr istəyirəm, məktəb deyəndə biz əgər bir yer açmışıq və burada ancaq Quran qariləri yetişdiririk, işimizin adı budur deyə bir məktəb var. Bilirsiniz, məktəblər, bilirsiniz necə olur? Ən azından bir ata müəllim olub, bir onun şagirdi olub. Sözümü kəsməyim də, mən fikrimi çatdırım. 7 qiraətin müəllimləri bəyəm. Bax, elə ona gəlirəm. Baxın, bir var, məktəb şəklində bir otaq açılsın, deyilsin ki, burada biz ancaq Quran qariləri yetişdirəcəyik. Ola bilsin ki, yenə deyirəm, əsrlərlə ona şərait olmasın. Amma Seydəli müəllim Quran qarisi olub, özü öyrənib, gedib, məsələn, Misirdə öyrənib və yaxud başqa bir ölkədə Quran-Kərimi həm avazını, həm təcvidini öyrənib, gəlib oturub öz əyalətində və onun gedib gəldiyi məsciddə, biz belə görmüşük də, bizim məscidlərdə Quran dərsləri keçilmirdi ki, zaman-zaman mədrəsə açıldı, amma biz dindən təhsil alırdıq, düzdür? Yəni, həmən ruhani, həmən qari gəlib bir məsciddə özü üçün bir xidmət eləyir və onun oxumağı digər bir uşağı təşviq eləyir. O başlayıb ondan öyrənib zaman-zaman bu gedir vüsət tapır, genişlənir. Mən o mənada deyirəm ki, bu məktəb, məsələn, Qalun, adı qalıb tarixdə. Bəli, əlbəttə. Bu Qalun bir dənə rəvayətçilərdəndir, qiraətçilərdəndir ki, özünə məxsus qiraət üslubu var. Məqsədimiz bizim burada Quran təcvid
qiraətlərini aşdı. Amma qanun niyə qalıb ortalıqda? O yeni hansı ki o nəzərlər ki vardı onu yazmışdı və onun yaşadığı bu gün İndoneziyadakı çap olan Quranlarla Səudiyyədə çap olan Quranlar arasında nə qədər fərq var? İndoneziya çapları var ki birbaşa vərş qaydaları ilə yazılır. Sən o Quranı oxuyanda basın ki bu nədir? Burada belə olmalı deyil. O təcvidi bilməsən orada çaşbaş qalırsan. Belə Misir qarilərinin yəni, hansız elə 1200 il bundan qabaqçı o qiraət üslubları gəlib bu günümüzə qədər çatıbsa, bu mümkündür kütləvi şəkildə artım zamanına da düşsün. Mümkündür əsrlərlə müharibələr gedən dövrlər olub. Heç orada Quran qarilik eləmək istəyən adam olmayıb, hər öz canının hayında olub. İllərlə müharibələr olub. O dövrlərdə nə mədrəsə, nə məktəb. Yəni tarixin bu boşluqlarını da nəzərə almaq lazımdır. Ki o arada fasilələr mümkündür yaransın. Amma hər halda bu Quran oxunuşları, istər avaz qaydaları, istər təcvid qaydaları səndən mənə keçib, məndən o birisinə keçib, o birisindən digərinə ki gəlib Mustafa İsmailə çatıb. Hacı icazə ver. Mümkündür adlar olmasın, adlar yaranmasın. Amma elə bir zaman gəlib çıxıb ki, bir nəfər götürüb bunu məktəb şəklində salıb. İcazə ver qurban sənə. Söz və qüvvət olaraq bunu deyim ki, ümumiyyətlə, əgər bu qarilər, şöhrətli qarilər və yaxud da bunun adları tarixə düşməyən qarilər olmasaydı, bu 7 qiraətin və yaxud da qiraət-i əşərənin, 10 qiraətin oxunuş tərzin mən necə öyrənərdim? Bəli. Mən bu gün Misir qarisindən, üzr istəyirəm, Misir qarisindən öyrənirəmsə, deməli o özündən öncəki ta Nafiyə qədər və yaxud da ta Asimə qədər. Üzr istəyirəm. Bunlar öyrəniblər. Fikrimi tamamlayayım. Bizim bəhsimiz ümumiyyətlə Misir qarilərinin üstünlüyü. Bunların üstünlüyü nədədir? Bir-iki dənə üstünlükləri mən sayıram. İnşallah sizin də fikriniz olsa deyə bilərsiniz. Birinci bunların ahəngli tilavətləridir. Bu günləri biz baxırıq da, dövlətlərdə oxunan qarilərə, məsələn, bu günləri Azərbaycanda Hacı Rüslan, təbii ki, indi qıraqda maraqlanırlar ki, Azərbaycanlı bir qari olaraq yaxşı müqayisə edirlər Misir qarilərinin ləhənləri ilə. İndi insafən deyək də, yəni bunların ləhənləri tam bir başqa formadır, bir. İkincisi, ərəb muğamlarında güclü bunların ifalarıdır. Yəni doğrudan da zil səslərdə oxumaları, zil səsdə oxumaları, uzun nəfəslə oxumaları, bəm səslərdə oxumaları və ümumiyyətlə onların bəyat, rast, səba, hicaz və şöbələrdə oxumaları, cəmaət tərəfindən qəbul olunmaları və ya bayaq qeyd elədiyimiz kimi bunların 7 qiraətdə oxumaları. Səbəb nədir? Məsələn, 7 qiraətdə oxumanın səbəbi Seyidcan, insanların daha çox marağına səbəb olur. Biz görürük bunu oxuyanda, qiraət edəndə bir kəlməni 2 qiraətdə oxuyanda görsən ki, maraqla qulaq asırlar. Amma bu günləri Misir qarilərinin, məsələn, Minşavinin bir Quran ayəsi götürür, 4-5 dənə qiraətdə, üslubda oxuyur və eyni qiraətin içərisindədir. Eyni avazda, amma başqa tilavət. Yəni, bu insan deyir ki, mən zəhmət çəkmişəm, 10 qiraəti öyrənmişəm və sizə çatdırıram ki, bu qiraətin və hətta bunların mənalarda da müəyyən qədər geniş mənalı ayə olduğun cəmiyyətə çatdırıblar. Və bunu da qeyd edim ki, bunların öz şeyxlərinə tabi olmalarıdır. Yəni, icazə veriblər, oxuyub, icazə verməyiblər, oxumayıb. Yəni, bunlar Misir qarilərinin bugünkü üstünlüklərinə gətirib çıxarır. Bir də, İlkin müəllim, belə deyək, qiraətin daha gözəl təqdim olunmasında diqqət olunası məsələlərdən biri, baxın, çox sadə dildə istəyirəm izah eləyəm. Tutaq ki, biz Quran-ı Kərimi oxuyanda hansısa hissəni, bir zaman vardı ki, ərəb dili qrammatikasından anlayışımız yox idi. Sözlərin mənalarını bilmirdik. Məsələn, 20 il bundan qabaqki Quran tilavəti və məsələn deyirəm, Əsmaül Husnanı oxumuşuq tutaq ki. Amma o qrammatikanı öyrənəndən sonra, ayənin mənalarını oxuyandan sonra, dərk eləyəndən sonra ahəng dəyişir. Məcburdur. Yəni insan onu düşünə-düşünə Allahın əzəməti, "Ləv ənzəlnə həzəl Qur'anə alə cəbəlin." O ayəni oxuyanda bir var mənasını anlamadan oxumaq. Bir də var ki, mənasını anlayaraq oxumaq. Hər iki halda dəyişir. O ki, qaldı məsələn Misir qariləri. Məsələn, bu günləri dünyanı fəth eləyən bir neçə ölkə var Quran tilavətlərində ki, onların tilavətləri həqiqətən dünya standartlarında artıq
özünü mərkəzləşmiş hiss elətdirir də. Əlbəttə ki, ərəbin Hicaz muğamında və düşünmədən birbaşa ərəb dilində oxumağı, amma mənim düşünərək onu, ay Allah, burada hansı söz idi, bunun mənası nə idi və o ahəngi tutmağım arasında çox fərq olmalıdır. Mühüm səbəblərdən biri budur. Hacı, Bir də bunlar var- istedadlı adamlardır. Sözsüz. Şərt oydu ki, qari Sözsüz. istedadlı olmalıdır. Sözsüz ki, musiqi Hafiz duyumu. olmalıdır. Baxın, Musiqi Quran duyumu tilavətində şərtlərdən biri, əgər Quran tilavəti deməyək də qarilikdə. Mümkündür biri Quran-ı Kərimi sizdən də məndən də gözəl təcvidlə oxuyur, amma o qari Deyil. deyil. Qarilik özünə məxsus bir üslubdur ki, orada sovt və ləhn və təcvid üçü bir yerdə sintez halında gəlib, yəni ortaya bir şey çıxmalıdır. Bunların üçü birində varsa və Quran qarisidir. Yoxsa Üstəgəl qrammatikanı da Bəli, bilməlidir. üstəgəl Ərəb qrammatikanı qrammatikasını baxın, bilməlidir. o mənalara diqqət məsələləri var. Burada çox şeylər danışmaq olar əslində. Bugünkü məsələn müəyyən ölkələrdə çap olunan Quran-ı Kərimlərin məsələn elə yer var ki, baxırsan qari orada uzun bir nəfəslə tilavət elədi. Mən istəməzdim bu mövzuya əslində toxunum, amma dünya faktiki olaraq bu dövrləri əhatə elədiyinə görə danışılır. Təfsirin özünün Quran-ı Kərimin uzun və yaxud qısa nəfəslərdə oxunmasında təsir olub. Bəli. Vəqf və ibtida məsələlərində. Bir zaman gəldi ki, məsələn, elə bir dövrə gəldi, çatdı ki, Quran-ı Kərimdə filan ayənin filan hissəsində dayanmağı qadağan elədilər. Çünki orada dayansalar məfhum məna başqa bir mənanı kəsb eləyəcəkdi. Qarilər məcbur olub o yerdə uzun nəfəsi ifadə eləməli idilər. Yəni o uzun nəfəslə Əbdülbasit'in innel musliminə vəl muslimat vəl mu'mininə vəl mu'minat Yəni- vəl qanitinə vəl qanit uzun bir Uzun ayədir, bir- amma məna 3 sıradan sonra Əslən, yəni tamamlanır. uzun Onu nəfəslə oxuması çox doğrudandır. oxumağın özünü vacib eləyən amillərindən biri də əfsuslar olsun ki, İslam dinində olan məzhəb barəsi Dinləyicilərin də öhdəsinə bu məsələdə təbii ki, çox şey düşür. Çünki yəni Baxın, biz, auditoriya Allah- əgər səndən bir şey tələb eləyirsə və sən də o təqdim eləməyə çalışırsan. Mən bayaq Hacı Ruslanın dediyi ki, birində o insan işarə o eləmişik mənasını buna. başa düşəndə mən Şaban Səyyadın bir tilavəti qarşıma çıxdı. Deməli Məryəm surəsini tilavət eləyir ki, Məryəm salamullah əleyha getdi bir yerə ki, Həzrəti İsa'nı dünyaya gətirmək üçün. Təbii orada gələndə, orada oxunan tilavət ki var. Orada bilirsiniz bunun filmi də vardı. Həmən ayələri o filmin üstündə təqdim eləmişdilər ki, o qədər izləyici ki, cəmaət onu, yəni hətta Əbdülbasitin özündən belə yəni xoş qəbul eləmişdilər. Təbii ki, izləyicilərində və izləyicilərə çatdırılmasında da böyük təsiri var. Məsələn, Amma buyur. bayaq İlkin müəllim dedi ki, onlar qiraətlər ki, 7 qiraət bunlara ki, gəlib çatıb ta o dövrə qədər Mustafa İsmail özü, mərhum Mustafa İsmail özü Asim Kufinin qiraətin belə deyək də 100%lıq qiraət qəbul eləmir. Yəni O şəxsi sözsüz. fikridir Yox, də, o söz o- nədir? O Deyir elm ki, sahibidir. Ümumiyyətlə deyir ki, gözəl ümumiyyətlə nöqtə deyir ki, Mustafa İsmail özü deyir ki, deyir düzdür. Asim Kufinin qiraəti hal-hazırdakı ən məşhur qiraətdir. Bunun özünün 35 vasitəsi var. 35 ya 39 vasitəsi var. Bizim əlimizdə olan bunun dəqiqi, yəni bilirsiniz bu özü mən üzr istəyirəm, təbii ki, Quran bizim ortaq dəyərimiz olsa da məzhəblərə görə biraz fərqlənə bilir. Və onlar deyirlər ki, bizim özümüz qəbul edirik ki, bunun 35 vasitəsi bizim əlimizdə yoxdur. Əgər o qiraətlərə baxsaq 95%, lap 98% Asimin qiraəti icra olunur. Məsələn 2%, 3% Qalunun qiraətlərindən və Nafi'in qiraətlərindən oxumaları. istifadə olunur. Burada niyə görə 95% lap çox deyək də 98% niyə görə Asim müasir ərəb qrammatikasına da görə üst-üstə düşən ən orijinal forma gəlir Asimin Həm də qiraətinə. Elal ravilərinə görə qaydalarında, də. yəni ərəb dili qrammatikasına baxsaq, ədraikəni, ədrakə, ədrikə, ədrikə, ədrəkə o ləhcə fərqləri ilə oxumaqları, yəni başqa qiraətlərə nisbətən bugünkü müasir qrammatikaya görə də Asimdə daha çox üstünlük təşkil edir. Bu sözü qeyd Üzr istəyirəm, bunu da bayaq Seyid Əli müəllimin sözünə bir dəstək olaraq demək istəyərdim. Baxın, məna ilə oxumaq. Həzrət Yusifin əhvalatında Əbdülbasitin və Mustafa İsmailin tilavətlərinə baxın, cübb,
kəlməsindəki vəqflərinə baxın. Elə fərzlə ki, o məna ilə elə çatdırır ifadəsini ki, Həzrət Yusufu atdılar quyuya, o quyuya düşdü bir dub belə bir səs verdi. O cubbu o formada ifadə edirlər ki, yəni nədən irəli gəlir? O muğamı bilmək bir istedaddır, mənanı bilmək bir Və istedaddır. yaxud da və qatələ Dəvudu Cəlut. Sanki orada o səhnəni orada Səhnəni canlandırır orada, bəli. Davudun Calutu Calut öldürməsi. öldürmə səhnəsini canlandırır. Təbiidir ki, mən qeyri-ərəb olaraq ərəbin boynuna düşən yükdən qat-qat çox yük mənim boynuma düşür. Ərəb dilində oxuyur. Yəni bu sualların cavablarından biridir. Ha, bu Misir niyə görə bu qədər? Ərəb dilində oxuyur, yəni anlayır oxuduğunu. Onun nəyə ehtiyacı var? Təcvidə və Hacı avaza ehtiyacı var. Amma sənin, mənim, bizim yad ellilərin ərəb dilini öyrənməliyik, qrammatikasını öyrənməliyik, təcvidi öyrənməliyik, yanında bizim təfsirini öyrənməliyik və yanında bizim musiqi istedadımız olmalıdır, səsimiz olmalıdır. Ona görə də elə biz gərək bu elə Quranı elə öz muğamlarımızla yenə qayıtdın həminki məsələyə. Qarilərin ümumiyyətlə, yəni bugünkü Misir qarilərindən bir söhbət etsək, bunlar özləri də alimdilər. Yəni qiraət elmində, təfsirdə, öz ərəb qrammatikasında. Yəni şərtdir də qari savadlı olmalıdır. Qari istedadlı olmalıdır. Eynilə. Və nəsildən nəslə əgər onun çiynində yük keçirsə, o sütun möhkəm olmalıdır. Zəif olan sütunun üstündə böyük bina tikməzlər ki. Eynilə. Ona görə mənim fikrimcə, bəlkə yenə qayıdıram mən də öz fikrimə, qiraətin bu yerə gəlib çatması böyük qarilərin üstündə, çiyinlərində gəlib keçib. Nəinki məsələn, elə yox idi, birdən-birə 20-ci, 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində qarilər meydana çıxdılar. Əksər qarilərin evlatları onların yolunu davam elətdiriblər. Baxsız. Təblavi məsələn. Əksərinki də heç elətdirməyib. Məsələn, müasirlərdən Şəhat nəslinə baxsaq, atanın yolunu o qədər də icra eləməyib. Niyə Şəhatın oğlu? Şəhatın iki oğlu qaridir. Qariliyi icra eləyib. Bəli. Amma o xətt ki biz məktəb olaraq. Bəli, məktəbin ən azından xətt olaraq o xəttdən sapmalar var. O xəttdən mərhum çıxmalar var. Leysinin həyatında var ki, özü atasının yolunu davam elətdirir. Balaca övladının adı nə idi? Mahmud Şahat. Mahmud Şahatın tilavətlərində. İndi bizim məqsədimiz burada qariləri alçatmaq. Mən istərdim müasirlərə girməyə yox, misal ünvanında deyirəm. Yəni bəzən o inkişafın gətirib verdiyi fəsadlar da var. Məsələn, əksər tilavətlərində maddi təbiilərin miqdarına baxın. Ona istərdim inşallah toxunaq. Avaz o qədər olmalı deyil ki, gəlib o təcvid qaydalarını da aradan çünki Hacı Şeyx Məhəmməd Əbülvəfa Səidi belə bir söz deyir. Deyir ki, birinci nəsil qarilər, onlar danışıqda, əməldə vəfalı idilər. Çox maraqlı bir sözdür. Maraqlı bir sözdür. Deyir ki, onlar danışıqda, əməldə vəfalı idilər. Daha çox ixlaslı oxuyardılar onlar. Müasir qarilərlə müqayisədə deyir. Amma bəli, bugünkü məsələn qarilərdə, dünya qariləri, Misir qarilərində ixlası biz ikinci mərhələdə adam hiss etmək olur. Niyə? Və dediyimiz səsi önə vermək. Bəli. Mən daha çox zil edə bilirəm, mən daha çox manevrlər edə bilirəm, mən daha çox və təəssüflər olsun ki, insanlar da, bugünkü insanlar o hakiyə daha çox meyillidirlər. Allahlara daha çox yol verirlər. Nəinki məsələn mənaya. Çünki mənanı düşünəndə təbii ki, bir düşüncəyə dolacaqsan, bir qorxu gələcək, bir düşünmək gələcək. Bəzən də vaxt görsən, biri ruhani ölümdən danışır, qıraqda bir deyir, sən Allah ölümdən danışma. Niyə? Çünki düşünür və narahat olur. O narahat olmaq istəmir. Yaxşı. Ona görə müasir qarilərdə... Bax, o ölümdən qorxub narahat olan bəzi insanlar kimi, mən şəxsən bugünkü bəzi Quran qariləri ki var, dünyada şöhrət tapmış qarilərdə, inanın, onlar oxuyanda mən o narahatçılığı yaşayıram. Deyir, bunlar vəfalı idilər, onlar daha çox əməl edirdilər Quranın təcvidinə, qaydalarına və mənalarına. Onlar deyir, Minşafiyə diqqət edirsiniz, oxuyanda ağlayır. Bəli, dəqiq. Dəqiqdir bu. Dəqiqdir. Seyidcan, sən
özün də Minşaviyə təqlid etmisən. Nə qədər hüzünlü oxuyur qiraətində. Yəni adamı valeh edir, adamı düşüncələrə doğru. İnşallah müasir qarilər haqqında da Minşavi haqqında, ustadın haqqında belə bir söz demək olar ki, sevdiyim Quran qarilərindəndir həqiqətən. Eyni mən özüm də zamanda ondan təqlid etmişəm. həm mənanı muğama satmaz, Bəli. həm təcvidi məqama satmayan, qarilərin içərisində yəni ən çox avaza satmayan ən çox qarilərdən. təcvidə Və ona görə riayət də eləyəndir. biz Minşavidir, bəli. əksər tələbələrimizə, ümumiyyətlə bütün tələbələrimizə ibtidada ki başlayırıq təcvid deməyə, mütləq şəkildə deyir ki, Minşavini Minşaviyə dinlə qulaq və as. onun Minşavi özü təqlidlərindən var ki, istifadə həyatında edir. var ki, uzun müddət onun özünü radioya dəvət ediblər, getməyib oxumağa. Bəli, onun da səbəbləri var Bəli. inşallah Gələn verilişlərdə inşallah bu danışarıq. Bəli, barədə dəyərli izləyicilərimiz, gözəl söhbətlər oldu. Ümid edirəm ki, sizə də maraqlıdır. Əgər maraqlıdırsa şərhlərdə bizimlə bölüşə bilərsiniz. Allah hər birinizdən razı olsun və Allah ustadlardan da razı olsun. Çox sağ olun, İnşallah təşəkkür gələn edirik. verilişlərdə görüşmək ümidi. Allah İnşallah. sağ Və olun. bir xahişimiz də budur ki, həqiqətən izləyicilərimiz yaxşı olar ki, onlara maraqlı olan, yəni siz əzizlərə maraqlı olan sualları şərh Mövzuları bölümündə bilsinlər, bəli. yazasınız və biz zaman-zaman o suallara müraciət eləyək, adlarınızı da çəkək. Həm sizin səhifələrin inkişaf olsun, həm də o sual ətrafında danışılsın ki, insanlar daha çox İnşallah. Sağ maariflənsinlər. olun. Allah Allah'a əmanət emanet olun.